Xalqlar Dostluğu metro stansiyasına, Bakıxanov qəsəbəsinə, Vasmoy bazarına yaxın bir ərazidə, Razin dağının üstündə, 8 sot yarımın üstündə dostlar, belə geniş həyəti olan padmayak bir villamız satışa çıxıb. Həyətində də hər növdə meyvə ağacı var. Gözəl də bir dənə ev tikib, ev sahibi. Bir dənə qalıb evin təmiri. Bir dənə həyətini götür qardaş, bax, hər növdə meyvə ağaçları var. Gözəl bir dənə həyətimiz var. Ətrafda hamısı villalardır. Yəni ərazidə ən yaxşı yerlərdən biridir. Yəni bu ərazinin gözüdür. Dediyim kimi bir dənə ev tikilib dostlar. Monolit betondan, yəni ürəyin istəyən evdə standartlara cavab verən bir evdir. Göstərsən evi qardaş, bax, gözəl bir dənə evdir. Bir dənə qalır evin təmiri. Sənətdəki paket kupçadır. Torpağın da 8 sot yarımın. Evində kupçası var. Allah xeyir versin dostlar. Qiymət də münasibdir. Qiyməti videonun sonunda deyəcəm. Kim istəsə ev sahibi ilə, yəni real alıcı olsa qiymətdə danışmaq da olar. Videonun sonunda qiymət deyəcəm dostlar. Deyilən qiymət start qiymət. Yəni ev sahibi ilə danışmaq mümkündür. Je me chaque instant, je le sens, la vie n'est dure qu'un temps, emporté par l'horizon, par quelques notes de musique, je chante l'espoir. Evimiz 4 mərtəbədən ibarətdir. Birinci mərtəbə sport zal kimi nəzərdə tutulub, zirzəmidir. İkinci, üçüncü mərtəbəsi yaşayışdır. Dördüncü mərtəbəsi də mansard hissəsidir. Dostlar, ümumi kvadrat hardasa 500 kvadrata yaxın evin ümumi sahəsidir. Sənədlər də dediyim kimi tam qaydasındadır. Bütün mərtəbələr arası hamısı monolit betonla inşa olunub. Ev 10 otaqdan ibarət dəyərli izləyicilərimiz. Evin qiyməti 530 min manatla ev sahibi tərəfindən satışa çıxarılır. Əgər real alıcı olarsa, qiymətdə razılaşmaq mümkündür. Dəyərli izləyicilərimiz, nömrə səhifədə var. Kim istəsə, buyurub əlaqə saxlaya bilər. Sağ olun, var olun.